Nə olub, cənab Putin? Azərbaycanın regionda güclü bir dövlətə çevrilməyi, son 200 ildə ilk dəfə olaraq torpaq verməyib, öz gücü ilə torpaq alıb, suverenliyini və ərazi bütövlüyünü bərpa etməyi, milli maraqlarını daim qoruması, prinsipial siyasət ortaya qoyması, Prezident İlham Əliyevin qlobal arenada liderliyinin qəbulu və ən müxtəlif beynəlxalq kürsülərdən Azərbaycanın gücünün və prinsipiallığının etirafı sizi beləmi narahat edir? Başa düşürük. Siz axı öyrəşmişsiniz böyük Rusiyanın zorla öz ərazisinə daxil etdiyi xalqlar üzərində hökmranlığına. İstər Çar Rusiyası dövründə olsun, istərsə də ittifaq dönəmində ali irq Rus xalqı idi. Azərbaycanlılar, Özbəklər, Qazaxlar, Qırğızlar, Türkmənlər və digər millətlərin nümayəndələri isə hər zaman ikinci dərəcəli xalq kimi qəbul olunub. Və bugün hər iki imperiya tarixin zibilliyinə atılsa da düşüncə dəyişməyib, əninə davam edir. Bir zamanlar Stalin başını qaldıranın başını kəsirdisə, özü də NKVD-nin əli ilə, bugünsə Putin haqqını tələb edəni AMON-un əli ilə yox edir, başını kəsir. Necə deyərlər, davam edir 37, daha kəskin, daha ciddi. Amma görəsən rəsmi Kreml və konkret Rusiya prezidenti Vladimir Putin anlayırmı ki, artıq 37-ci il deyil, 2025-ci ildir və bir zamanlar ittifaqın tərkibində olan dövlətlər də 30 ildən çoxdur ki, müstəqildirlər. Anlayırmı ki, tarixdə heç nə unudulmur, nə Stalin dövrünün repressiyası, hansı ki, Azərbaycan xalqının düşünən başları kəsildi, nə 20 yanvar hadisəsi, nə Xocalı soyqırımı, nə Azərbaycan torpaqlarının işğalı və 30 il bu torpaqların işğal altında qalması, hansı ki, üzdə Ermənistanın, altda isə birbaşa Rusiyanın əli ilə bu xalqa yaşadıldı. Bəli, məhz Rusiyanın əli ilə və Rusiyanın iştirakı ilə. 30 illik dönəmdə öz əsəri olan Qarabağ probleminin həllinə imkan verməyən və bu illər ərzində də Azərbaycanın məhz Qarabağ damarını basmaqla bizə min bir əziyyət verən, əsəblərimizlə, milli qürurumuzla oynayan Rusiya Qarabağ problemi həll olununca gücünü ölkəsində yaşayan Azərbaycanlılara göstərir. Bax, buramı təpiklədilər, qolumu, gözüm pis görür, başım fırlanır. Buyurun, baxın. AMON xüsusi təyinatlı dəstəsi Yekaterinburqda məhz Azərbaycanlıların yaşadığı ondan çox mənzildə əməliyyat keçirir. Səfərovlar ailəsinə edilən basqında isə dinc sakinlər vəhşicəsinə döyülərək öldürülür, sağ qalanlar həbsxanaya salınır. Və bu vəhşilik Azərbaycanlılara münasibətdə nə birincidir, nə də sonuncu. Bu zorakılıqlar məhz Qarabağ zəfərindən sonra Rusiyanın Azərbaycanlara qarşı davam edən və daha da azğınlaşan şovinist siyasətinin, bir növ qissas əməliyyatının davamıdır. İndi də Rusiya tərəfi bildirir ki, hadisə araşdırılır. Nəyi araşdıracaqsınız? Ötən ilin dekabrında Bakıdan Qroznaya uçan Azal təyyarəsinin məhz Rusiya səmasında raketlə vurulmasının səbəbləri araşdırıldı mı? Hansı ki, 38 nəfər həlak oldu. Rusiya tərəfi faciədən ötən müddət ərzində bir dəfə belə olsun açıq şəkildə rəsmən üzr istəməyi belə bacarmadı, yaxud özünə sıxışdırmadı. Eləcə də Azərbaycanlı millət vəkili Moskva hava limanına saxlanılır və heç bir səbəb göstərilmədən ölkəyə girişinə icazə verilmir. Həmçinin çox saylı kiber hücumlar, hansı ki birbaşa Rusiyadan gəlir. Eləcə də Solovyov kimi ünsürlərin Azərbaycan xalqına ünvanladığı təhqirlər, hədələr, özü də hansısa YouTube kanalında yox ha. Rusiyanın dövlət kanalında. А народ Армении еще принимает хоть какое-то участие в судьбе Армении? Или скоро постигнет та же участь, что постигла Арцах? Və bütün bunlarda azmış kimi Rusiyanın telegram kanalları da Azərbaycanın üzərinə hücuma keçir. İsrail-İran münaqişəsində ölkəmizin iştirakı barədə dezinformasiyalar yayır. Təsadüfdürmü? Əlbəttə ki, xeyr, kampaniyadır. Və bu kampaniyanın da başında birbaşa rəsmi Kreml, birbaşa Rusiya prezidenti Vladimir Putin durur. Niyə əminliklə deyirik? Ona görə ki, bir, Azərbaycana qarşı hücumlar kütləvidir, sistemlidir və birbaşa rəsmi mənbələrin iştirakı ilə həyata keçirilir. İki, массовый приток мигрантов в нашу страну. bütün bu proseslərdə Rus Pravoslav kilsəsinin də iştirakı, nəinki iştirakı, birbaşa qızışdırıcı yer tutması, ideoloji təxribatın əsaslandırılması
hüquq mühafizə orqanlarının vəhşiliyinə haqq qazandırılması bunu söyləməyə əsas verir. Eləcə də 3. Baş vermiş hadisələrlə bağlı Rusiya tərəfinin ən azı qonşuluq prinsiplərinə uyğun Azərbaycanı məlumatlandırmaması, rəsmi açıqlamalar verməməsi. Hər bir halda bugün Yekaterinburqda yaşananlar humanizmdən, sağlam əməkdaşlıqdan, dostluqdan dəm vuran Rusiya dövlətinin və Rus xalqının faciəsidir. Baş verənlər Azərbaycan-Rusiya münasibətlərinin də çox ciddi zərbədir. Yaşananlar regional təhlükəsizliyə və sabitliyə təhdiddir. Və nəyin üçün baş verdiyini, necə baş verdiyini, niyə baş verdiyini gözəl anlayan Azərbaycan Rusiyaya konkret mesajlar göndərir ki, münasibətləri gərginləşdirmək heç bir tərəfin xeyrinə deyil.